Bugün adı Forbes jurnalının milyarderlər siyahısına daxil edilən Qubalı məşhur iş adamı Qod Nisanovun doğum günüdür. Qod Semyonoviç Nisanov Quba rayonunun Qırmızı qəsəbəsində 24 aprel 1972-ci ildə anadan olub. O, Rusiyanın ən nüfuzlu iş adamlarından biridir. Nisanov təhsilini Bakıda alıb. 1990-cı ildən isə Moskvada bizneslə məşğul olmağa başlayıb. 2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə tərəqqi medalı ilə təltif olunub. 2014-cü ildə 115 ölkədəki icmaları birləşdirən Dünya Yəhudi Konqresinin vitse-prezidenti seçilib. Həmin ildə də Rusiya Federasiyası Prezidentinin sərəncamı ilə Dostluq ordeni ilə təltif olunub. 2016-cı ildə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif edilib. 2022-ci ildə isə Prezident İlham Əliyevin sərəncamı ilə Qod Nisanov xalqlar arasında dostluğun möhkəmləndirilməsində və Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə Dostluq ordeni ilə təltif edilib. Mükafatı ona Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu təqdim edib. Biznes sahəsində bir çox böyük uğurlar əldə etməklə yanaşı bir sıra xeyriyyəçilik layihələrinə dəstək verən, sosial təşəbbüslərdə fəal iştirak edən Qod Nisanovun 53 yaşının tamam olması münasibətilə Magen David qrupun rəhbərliyi, eləcə də iş kollektivi adından səmimi qəlbdən təbrik edir. İş fəaliyyətində bu cür müvəffəqiyyətlərin davamlı olmasını diləyirik.